Görəsən, sənin üçün darıxdığım tək, sən də mənim üçün darıxırsanmı? Gecələr mənim tək yuxusuz qalıb, məni düşünərək sıxılırsanmı? Sənin də mənim tək yol çəkir gözün, səsin xırıldayır, soluxur üzün, dilin dolaşanda səhv düşür sözün, adımı söyləyib çarıxırsanmı? Gözümün bəbəyi didəsindəsən, dünyamın eşq adlı ölkəsindəsən, qəlbinin dərin bir güşəsində sən mənə bir zərrə yer ayırmısanmı? Sən də mənim üçün darıxmısanmı? Sənli gecələrimin həsrətini yaşayıb, yastığıma yağan damla damla göz yaşlarımla sənin adını yazıb. Gecələrin adı yox, gecələrim qaranlıq, yalvarıram sənə heç olmasa bircə dəqiqə yuxuma gəl bir anlıq. Səni düşündüyüm qədər heç kəsi düşünmədim, səni axtardığım qədər heç kəsi axtarmadım, sənə vurulduğum qədər heç vaxt aşiq olmadım. Sən bir başqasan yar, səni düşündüyüm qədər heç kəsi düşünmədim, səni axtardığım qədər heç kəsi axtarmadım, sənə vurulduğum qədər heç vaxt aşiq olmadım. Sən bir başqasan yar, sənə ehtiyacım var. Suyun gələ arxın dola, boluyasan sağa sola, bircə qırxın vaxtın ola, adam kimi yaşayasan. Arsız kişi dönüş qadın, gen dursan olar yadın, ucaldasan adam adın, adam kimi yaşayasan. Bağlı gedik çətin bərə, öz ovunu güdür hərə, qotur verə, dırnaq verə, qaşyasan, yaşayasan. İnsanın ən böyük sərvəti onun ədəbidir. Bəli, ahsən. Köhnəlir, nə itir, nə də xarab olur. Elmin, ədəbin, mərifətin varsa buyur gəl, yoxsa bu sənət aləminə olma bir əngəl. Səmimiyyət həyanın içində olanda gözəldir. Səni düşündüyüm qədər heç kəsi düşünmədim, səni axtardığım qədər heç kəsi axtarmadım. İnsan gərək tam o görədə dəyəri tam görmürdüm. Sonra özümlə danışdım. Dedim bəlkə də ümid başqa səhifədədir, kitab bağlama. Sizin kimi bu xalqımızda belə aparıcılar çox olsa, Varım. daha gözəl olar. Yastığıma yağan damla damla göz yaşlarımla sənin adını yazıb. Mənim şeir oxumam üçün 3 dənə taktikam var. Aha. Birincisi şeirin nəyə aid olduğu, şeirin nəyə aid olduğu. İkincisi şeiri əzbərləmək üçün, üçüncüsü də şeir yaddan çıxmasın deyə. Qarabağ musiqinin beşiyidir. Yəni ocaq yanmasa beşik qızınmaz. Gecələrin adı yox, gecələrim qaranlıq.
Hər vaxtınız xeyir olsun əziz tamaşaçılarımız. Mən Fərqanə Gülağa qızının təqdimatında yenə də evlərinizin qonağıyıq. Qonaqlarımızı istəyərdim sevə-sevə təqdim edim və başlayaq. Qiraətçi Sərxan Cənnətov, operator rejissor Qadir 056, 2022 muğam müsabiqəsinin laureatı İspəndiyar Dadaşov və ən gənc qonağımızı istəyərdim sevə-sevə təqdim edim. Emin Əsgərli. Qadir bəy Şamaxıdan belə uzun yol gəlib efirimizə, verilişimizə. Qadir bəy, xoş gəlmisiniz. Necəsiz? Çox sağ olun. Siz necəsiz? Təşəkkür edirəm dəvətiniz üçün, var olun. Biz də uzaq yol gəlmişik bura. Maşallah, paylaşımlarınız belə partlayışdır da sosial şəbəkələrdə. Bəli, təşəkkür edirəm. Paylaşımlar əsas keyfiyyətdir paylaşımlarda, baxış sayı deyil. Bütün sənət adamları da sizi tanıyır ha. Maşallah, maşallah. Bəli. Qadir deyən kimi bilirlər ki, söhbət kimdən gedir. Hamısı tanıyır. Amma ən çox o 056 ilə tanıyırlar. Bəzən İnsanlar deyirlər ki, bu qədər işlərinə Sərxan bəy əziyyət belə, nə bilim şeirlə, ifa ilə o qədər belə tanınmırlar. Və yaxud ifaçılarının elə də belə münasibət yarada bilmirlər. Amma Qadir bəy maşallah bütün sənət adamları ilə yaxındır. çünki mən gənc yaşlarımdan bu şeirə, musiqiyə, aşıq sənətinə marağım var idi. Ona görə baxırdım, oxuyurdum, maraqlanırdım. Ancaq mən köhnə musiqiləri təbliğ edirdim də, baxırdım bu indikilərə yox. Ümumiyyətlə neçənci ildən belə başlamısınız? Bax, hardan yaranıb bu sevgi, maraq, həvəs? O sevgi, maraq Şirvan torpağından yaranıbdı. O belə ola bilər. Oradan yaranıb. Mən də maraq elirdim. Toylardan başlamısınız da Qadir bəy. Bəli. Əvvəl ilk olaraq operator kimi toylara başlamısınız getməyə və sonra çəkdiklərinizi, milli musiqilərimizi, muğamlarımızı, bax öz səsinizi eşidək daha ətraflı. Əvvəl toylar çəkirdim, düzdür. Əvvəl toylar. İndi də çəkirəm toyları. Prosta sonradan marağım əvvəldən var. Uşaqlıqdan marağım var. Aşıq, hətta Şakir, Aşıq Bilal, çoxlarının adını sadalaya bilərəm, sadalamıram. Marağım var o vaxtdan marağım. Bir müddət sonra istədim ki, kənarlaşım, uzaqlaşım, başqa bir işlə məşğul olum. Niyə istəyirdiniz uzaqlaşmaq? Nəsə belə o insan gərək tam o görə də dəyəri tam görmürdüm. Sonra özümlə danışdım. Dedim bəlkə də ümid başqa səhifədədir, kitab bağlama. Ondan sonra mən el adamı olmağı arzuladım özümə ki, yəni elin içində olum, cəmaətin içində olum, marağım ona yarandı. İndi şükür Allaha ki, elə inanıram ki, çatmışam arzuma. O şəhərlərdən görəcəm də inşallah. Sizə də təşəkkür edirəm, bu milli ruhumuza qaytardınız bizi. Efirlərimiz gözəldir, qəşəngdir. Yəni hər şey milli ruha köklənir. İnsanlar artıq özlərinə qayıdıblar. Biz kamera arxası Cənnət bəylə danışırıq ki, artıq insanlar keyfiyyətli musiqi, şeir, yaxşı məhsul istəyirlər. Daha heç kimə qalmaqal. Yəqin ki, bax, siz paylaşımlarda da ümumiyyətlə baxırsınız ki, artıq qalmaqala maraq yoxdur. Xeyr, indi yoxdur. Yoxdur. Əvvəllər var idi, indi yoxdur. Getdikcə azalır. Daha çox yaxşı musiqilər, belə yaxşı şeirlər. Bəli, muğamlar. Gənclərimiz indi muğama daha çox yaxınlaşır. Yəni görürəm bunları. Rəylərdən də görürəm bunları. Siz də çox sağ olun. Var olun. Sərxan bəy, xoş gəlmisiniz. Necəsiz? Sərxan bəy də ilk dəfədir bugün bizimlə bir yerdədir. Maşallah, qəşəng-qəşəng şeirlər gələcək. Xoş gördük. Mən də salamlayıram. Bəli. Çox sağ olun bu dəvət üçün, bu dəyər üçün. Var olun. Maşallah, adam elə bura içəri giriş eləyəndə bu ab-havadan, bu gözəllikdən elə bilindi ki, burada milli musiqi var. Bəli. Sənət var, şeiriyyat var. Sizin kimi bu xalqımızda belə aparıcılar çox olsa, var olun. Daha gözəl olar. Çox daha yaxşı olar ki, Azərbaycan sənətin, Azərbaycan musiqisin qoruyub saxlamaq olar. Var olun, təşəkkürümü bildirirəm. Yeri görsənir kimin? Qadir bəy, kimin yeri görsənir? Təbii ki, Müşfiq Cənnətovun yeri görsənir. Bəli, əslində söz vermişdi bizə. Gəlmədi. İndi verilişi mütləq ki, baxacaq. Siz Müşfiq bəydən bəhrələnmisiniz də? Bəli. Aha, neçə yaşından, artıq neçə yaşından ümumiyyətlə başladı? Sevgi sizdə də, maraq. Müşfiq bəy özü yönəldib sizi, yoxsa siz özünüz istədiniz? Bilirsiniz, Müşfiq də, mən də, biz musiqiçi ailəsində böyümüşük. Dünyaya göz açmışıq. Sizin atanız deyəsən musiqiçi olub. Heç mən soruşmamışam. Bax, özünüz bir açıqlama gətirin. Mənim atam 14 yaşından sənətdə olub. Aha. Birinci nağara ifaçısı olub. Sonra gitara ifaçısı olub. Bir 30 ildən sonra, 35 ildən sonra qiraətçi olub. Məclislərdə aparıcılıq eləyib.
Yəni əsas kökümüz Çox maraqlıdır. bizim Bax ocaqdan bizim gəlir. xəbərimiz yoxdur da. Çox maraqlıdır. O necə? Atanız necə toxuna bilirdi tamaşaçıya sizin kimi? Təbii ki. Müşfiq bəy əlbəttə, kimi. Bəli. O da Elə böyük səs-küy biz yaratmışdı məclislərdə. Bu gün xalq arasında tanınsaq da, el arasında tanınsaq da, amma bizi birinci atamıza görə tanıyıblar. Aha. Atamızın sənətinə, sənətə qiymət verdiyinə görə bizi tanıyıblar və sonra da ki özümüzü doğrultmuşuq. Doğrulda bilmişik bu sənətdə. Amma mənim bu sənətə gəlməyimdə ən böyük əziyyəti Müşfiqin olub. Aha, o sizə. Üstündə əziyyəti çoxdur Müşfiqin. Yox, indi belə danışaq da, məcbur sizi gətirib, yoxsa Xeyr, özünüz xeyr, sevgi xeyr. olub, özünüzdə sevgi Özüm olub. Məktəb bitirmişəm tarix üzrə. Təhsilim var. Amma bu sənətdə yəni mənə ən böyük dəstək Müşfiqdən gəlib. Öz istəyimlə gəlmişəm. Ha, öz istəyinizlə Bəli. gəlmişsiniz. Amma maşallah, yəni möhtəşəmsiniz də, Maşallah, şeirlərdən də, ya bu şeiri mənimsəmək. Gözlərimdən yuxuları ərşə çəkib getdin o gün. Bir tikanlı qızıl gül tək ürəyimdə bitdin o gün. Röya kimi, xəyal kimi ilim itdin o gün. Hissimdəsən, qəlbimdəsən səhər axşam. Sənsiz yaman darıxmışam. Xəyalımdan qatar keçir, təkcə sənsən sərnişinin. Mən vağzalda boynu bükük gözləyirəm gəlişini. Dayanmırsan, mən tərəfə heç baxmırsan. İzləyirəm gedişini, gözlərimdən yaş süzülür, çiçəklərə qarışmışam. Sənsiz yaman darıxmışam. Kipriyində bir damlıyam, alışaram hara atsam. Bilirəm ki ömrü boyu məni heç vaxt unutmazsan. Sən mənim üçün od, su, hava. Sən mənim üçün bir həyatsan. Müjdə gətir, elə bilmə yoxluğunla barışmışam. Sənsiz yaman darıxmışam. Sənsiz yaman darıxmışam. Bu dünyada əbədilik nə var ki? Ömür kimi hər şey gəldi gedərmiş. Nə sevginin günahı var, nə bizim. Bu sevginin ömrü bura qədərmiş. Ayrılırıq xatirələr içində. Bu ayrılıq ölümdən də betərmiş. Təsəllimiz bu olacaq sevgilim. Bu sevginin ömrü bura qədərmiş. Sevə-sevə başlamışdıq bu eşqi. Axırında göz yaşıymış, kədərmiş. Məhəbbətin payız fəsli var imiş. Bu sevginin ömrü bura qədərmiş. İspəndiyar bəy, xoş gəlmisiniz. Xoş gördük, sizi salamlayıram. Qonaqlarımızı, tamaşaçılarımızı hamısını salamlayıram. Maşallah, gənc xanəndəmiz. Neçə yaşınız var? 16 yaşım var. Ay maşallah. Şamaxı şəhərinin Şıxzəri kəndindənəm. 2022-ci il muğam müsabiqəsinin laureatıyam. Laureatısınız, aha. Ustadım Eldəniz Nəbiyevdir, onu da buradan salamlayıram. Elə isə səsini eşidək İspəndiyarın. Buyur İspəndiyar. Ay qız çoxdandır kəsmirsən məndən nəzərin. Həsrətindəyəm, yoxdur səndən bir xəbərin. Çəkibdir qəsdimə cəllad kimi gözlərin. Kaman bir tərəfdədir, səyai bir tərəfdə. Həsrətindəyəm ey yar, sən ey sevgili dildar. Səndən ayrı salıb məni bu zal
aşığı zarı gör necə bimar. Sənin eşqin edibdir, sənin eşqin edibdir, bu aşığı zarı gör necə bimar. Elə bildiyim ötər bir həvəsdir, sən bilmədin bu sevginin qədrini. Nə biləydim, çəkdiklərimə bəsdir, sən bilmədin bu sevginin qədrini. Ürəyimdə neçə kədər sızladı, ay aman, ay aman. Ürəyimdə neçə kədər sızladı, baxışları daim məni izlədi. Həsrət ilə yollarımı gözlədi, sən bilmədin bu sevginin qədrini. Yox idi, bəlkə sənə bu sevgi, saçlarımda döndü dənə bu sevgi. Heyif, bir də haçan dönə bu sevgi. Sən bilmədin bu sevginin qədrini, ay aman ey, ey ay aman. Sənin eşqin edibdir, sənin eşqin edibdir, bu aşığı zarı gör necə bimar. Sənin eşqin edibdir, sənin eşqin edibdir, bu aşığı zarı gör necə bimar. Bu aşığı zarı gör necə bimar. Bu aşığı zarı gör necə bimar. Emin Əskərli. Emin bəy, xoş gəlmisiniz. Sağ olun Fərqanə xanım. Mən də sizi salamlayıram. Tamaşaçılarımızı salamlayıram. Qonaqlarımızı salamlayıram. Mən Şamaxı şəhəri Adnalı kəndindən anadan olmuşam və hal-hazırda orada qalıram. Şamaxı şəhəri Adnalı kəndinin tam orta məktəbində təhsil alıram. Ay maşallah. Siz də Şamaxıdan gəlmisiniz, hə? Qadir bəy Şamaxıdan gəlib. Ay maşallah. Elə bir yerdə uzaq yol gəliblər. Nə gözəl. Müşfiq bəydə də siz də ustad. Bəli, bəli. Sərxan bəy, bax belə uşaqlar, mikrofonu götürün zəhmət olmasa. Belə uşaqlar öyrədilib ortaya çıxarılır, üzə çıxarılır. Yoxsa özündə daha çox nəsə var? Bax, çox maraqlıdır. Bildiniz də nə demək istədim? Bəli. Birinci insanın özündə istedad olmalıdır. Bir istedadı olmayanı hansı peşəyə, sənətə yönəltsəz, o istedadlı ola bilməz. Görürsən ki, bir nəfər aparırlar, bir usta yanına, maşın ustasının yanına qoyurlar ki, bu maşın ustası olsun. Amma ürəyində, könlündə, beynində o deyil axı.
Bu müəllim olmaq istəyir. Çox maraqlıdır. Emin, mikrofonu zəhmət olmasa götür. Neçə yaşından kim yönəldib səni? Özün təbii ki, indi özü yönəlməyib. Təbii ki, evdən mütləq ki, vaxt yönəldilib. Müşfiq bəylə mənim atam dost olub o vaxtdan. Mhm. Mənim də içimdə o böyük bir sevgi olub şeirə qarşı. Ay maşallah, hər şey də oradan başlayıb. Emin, çox bax maraqlıdır. Neçə şeir bilirsən? Bax əzbərə. 200. 200 şeir. Aha, bax onları unutmamaq üçün, bax yaddan çıxartmamaq üçün nəyinirsən? Daha çox təkrara üstünlük verirsən. Təbii ki, indi siz məclislərə getmirsiniz də. Bu məsələn qiraətçilər elədir ki, məclislərdə olurlar. Onu unutmamaq üçün onlar hər gün təkrardadılar. Səndə necədir ümumiyyətlə? Unutmamaq üçün nəyinirsən? Özümə də çox maraqlıdır. O şeirlər necə yadda qalır? Necə unudulmur? Mənim şeir oxumam üçün 3 dənə taktikam var. Aha. Birincisi şeirin nəyə aid olduğu. İkincisi şeiri əzbərləmək üçün. Üçüncüsü də şeir yaddan çıxmasın deyə. Şeir yaddan çıxmasın deyə nəyinirsən? Yəni çox təkrar. Çox təkrar. Aha. Bəs yaxşı əzbər üçün nəyinirsən? Bir dəfə Şeiri bax əzbərləmək üçün. mən də belə də bir kuplet oxuyuram. Davamını özüm yəni oxuyuram, sonra öz-özümə güzgünün qabağında başlayıram danışmağa. Ay maşallah. Bunun adı Sərxan bəy. Bunun adı ancaq deyə bilərik ki, bunun adı istedaddır. Sərxan bəy, bu şeirləri əzbərləmək üçün bax mənim özümə də maraqlıdır. Mənimsəmə təbii ki, sonra olur da, o içinə girmək, o his falan. Əzbərə bax məsəl üçün tez götürmək üçün nə etmək lazımdır? Şeiri tez əzbərləmək üçün. Bir söz deyim də, o vaxt mən musiqi məktəbində oxuyanda mənim müəllimim deyirdi ki, sənətkar olmaq üçün 4 saat, 5 saat güzgünün qabağında dayanmalısan. Aha. Çünki özünü görməlisən. Özünü görəcəksənsə, sən sənətkar olacaqsan. Hə, gəldiniz güzgün qabağına, Bəli, sonra elə bil ki, güzgün qabağına gəldin. Şeiri 2 üsulundan mən əzbərləyə bilirəm. aha, Bir avazla, oxumaqla. aha. Məsələn, şeirə baxıram, bir-iki dəfə elə bil muğam kimi bu şeiri oxuyuram. Muğam kimi bu şeiri oxuyuram. Bir də elə belə. Amma şeir olur ki, 3 günlərlə oxuyuram. Hə, bax onu deyirəm Onu də sizə. əzbərləyə Aha, onu deyirəm ki, elə Bəli, şeylər var ki, var. çətin şeirlər var. Mən Onu necə ümumiyyətlə- götürmək üçün mən, ümumiyyətlə bir söz də deyim. Mənim çox məclislərdə səsləndirdiyim şeiri oxumamışam. Müşfiq deyib ondan götürmüşəm. Atam deyib ondan götürmüşəm. Yox, çətin şeirlər necə əzbərlənir? Bax, çətin şeirlərə məsələ ondan da. Gərək onun üstündə çalışasan. Necə çalışasan da? Söz ala bilmirəm, dartı 4 bilmirəm. saat, 5 saat. Ancaq oxumaq. Bəli, mütləq. Ha, üzündən oxuyursunuz, üzündən oxuyursunuz. Mütləqdir. Qaldı. Arxada qaldı ömrün xoşbəxt illəri. İndi mənim əlimə dəymir sənin əllərin. Söylə hərdən əsəndə soyuq payız yelləri, dağlanda üzünə o pərişan tellərin. Deyirsən mi olaydıq ömrün gənclik çağında? Heç olmasa xəyalın dumanlı aynasında səninlə bir anlığa gəlib görüşürəmmi? Yadına düşürəmmi? Saadət fürsətini qasırdıq sən də, mən də. Onu köhlən at kimi salmalıydıq kəməndə. Hərdən sevda yolunu azıb dumanda, çəndə, sənə işıq verəcək bir ümid görməyəndə, bələdçi oluram mı cığırlar arasında? Heç olmasa xəyalın dumanlı aynasında səninlə bir anlığa gəlib görüşürəmmi? Yadına düşürəmmi? Gəlindi xatırlayaq bütün olanları biz. Özümüz yazmalıyken hökmü biz, qərarı biz. Taleyin əllərinə verdik ixtiyarı biz. Günah kimdədir bilən? Mən bilmirəm, barıb biz bir nişanə qoymadıq xatirə dünyasında. Heç olmasa xəyalın dumanlı aynasında səninlə bir anlığa gəlib görüşürəmmi?
Yadına düşürəmmi? Yadına düşürəmmi? Qadir bəy, muğamımızı, musiqimizi bax hər zaman olduğu kimi bölgələrə bölürlər. Kənd yolu, şəhər yolu, Bakı yolu, Qarabağ yolu. Mən bax sizin paylaşımlarda da baxıram yazılan rəylərə. Yəqin ki, ən yaralı yerimizdir. Ən yaralı yerimə toxundunuz. Mən də bunu vurulamaq istəyirdim. Deməli bizdə əvvəllər Mahmud ağa məclisləri olardı. Mahmud ağa məclisi Azərbaycan böyük sənətkarların tez-tez bir araya yığar, qulaq asar və bəxşişlər verərmiş. Qarabağ sənətkarların dəvət eləməkdən ötürü Şuşuya qulpu dirəyə qızıldan fayton göndərmişdi. Yəni bu Şirvanın Qarabağa olan hörmətidir. Və demişdir ki, Qarabağ bir yerdə gələcək üçün, Şirvan Qarabağ bir yerdə gələcək üçün böyük sənət səhifələrini yazacaq. Bax, onu biz indi görürük. Bax, hal-hazırda indi mən vaxtaşırı Qarabağ sənətkarlarını da paylaşıram. Vaxtaşırı onları da paylaşıram. Və bir söz də deyim ki, deməli Şirvan musiqinin ocağıdır. Qarabağ musiqinin beşiyidir. Yəni ocaq yanmazsa beşiyi qızınmaz. Biz elə buradan o yazanlar da yəqin ki boş insanlardır, o rəyləri yazanlar. Boş insanlar da o rəyləri yazanlar. Təbii ki, o çoxdular. Təbii ki. Hətta mən Babək Neftəliyevlə də yaxın dostam, Babək Neftəliyev, onu salamlayıram. Yəni belə, yəni musiqimizi qoymuruq, muğamımızı qoymuruq, davam elətdiririk. Təbii ki. Təbii ki, burada başqa. Necəsən? Adına vəfasız deyim. Bilirsən, küsmüşəm səndən birazca. Bir də görsən ki, yoxam dünyada. Niyə dolanırsan? Gendən birazca. Bağlandı yollarım, kəsildi bərəm. Girmədim bağcana, gülünü dərəm. Sən ey əhli vəfa, ey əhli kərəm. Dönmüsən imandan, dindən birazca. Canı yanan çıxmır mənim uğruma. Dilin qurumaz ki, desən ağrıma. Qismətim olmadın basan bağrıma. Qoy baxım hüsnünə, gendən birazca. Yazan qismətimi bu qədər yazıb. Yanıb tökülürəm, hey yazıq yazıq. Axı neynəmişəm, söylə mən yazıq. Qoru ürəyini, kindən birazda. Yolumun üstündə bir vaxtsız ölüm. Gəl macal eyləsən, dərdimi bölüm. Sən görən əlövsət deyiləm, gülüm. Düşüb saçlarıma, dəndən birazda. İspəndiyar, səsin gəlsin. İspəndiyar sakit oturub ancaq dinləyir. Repertuar seçimində bax, siz kiminlə məsləhətləşirsiniz? Özünüzmü, yoxsa ustadınızla? Birinci özüm repertuarı seçirəm, sonra ustadımla maraqlanıram. Əgər o deyirsə yaxşıdır, oxuyuram. Daha çox ümumiyyətlə hansı musiqilərə üstünlük verirsiniz? Bəstəkar, yoxsa muğamlara? Muğamlara, xalq mahnılarına daha çox. Xalq mahnılarına. Nə gözəl. Qadir bəy də bizim kimi ata-anaya həssas övladlardandır. Hər zaman deyirəm ki, kim ata-anasına bax hörməti varsa, onlara qarşı çox diqqətlidirsə, hər zaman onların çörəyi olur. Hər zaman. Yəni çox ehtiyatlı olmaq lazımdır valideyn-övlad münasibətlərində. Yəni ki, hər kəs məndən razıdır. Bəli, Fərqanə xanım, düz deyirsiniz. Ata-ana olanlar qədrini bilsinlər. Allah ölənlərinizə rəhmət eləsin. Atamın bir baxışı mənim üçün 1000 nəsihət idi. Allah cəm ölənlərə rəhmət eləsin. Anam Saadət xanım da salamlayıram. Bütün analara salam göndərirəm buradan. Allah bütün dünyadan köçənlərə də rəhmət eləsin. Bütün şəhid ailələrinə də salam göndərirəm. Allah şəhidlərimizə də rəhmət eləsin. Biz sözümüzün başlanğıcı şəhidlərlə olsa hər dəfə gözəl olar. Siz də çox sağ olun, sizə də təşəkkür edirəm. Ananız izləyir yəqin ki sizi. Təbii ki, izləyir, telefonda baxır. Maraqla. Telefon alıb, o yeni telefonlardan alıb, əvvəl onda yox idi telefon. 100% bütün gündə TikTokdadır. Bəli, mənim videolarıma baxır. Nəinki anam, xalalarım, qohumlarım, el, oba, hamısı baxır, izləyir, sağ olsunlar, dəyər verənlər sağ olsun. TikTok, Sərxan bəy,
TikTok girib də ömrümüzə, həyatımıza, öz yaşlı insanlar bu dəqiqə. Bax mənim atam, anam da TikTokdadılar. Elə ancaq belə üzü yuxarı qaldırırlar, yəni maraqlı. Yəni ümumiyyətlə nə bilim bilmirəm də heç insan ağlına gəlməzdi ki, yəni televiziyaya bu qədər maraq itər, azalar. Yəni sosial şəbəkələr görürsüz də necə insanlarda, yəni hamısının əlində telefon bu dəqiqə. Özü kim nəyə istəyir, əvvəl məcbur et də. Yəni sən nə göstərdilər, ona baxmalıydın. Amma bu gün məcbur deyil. Kim nəyə istəyir, onu dinləyir, ona baxır. Böyük platformadır TikTok. Bəli. Əvvəllər mənim atam deyirdi ki, bu TikTokda nə var girirsiniz? Deyirdi ki, işimiz ondadır, işimizi TikTokla görürük. İndi mənim atam özü TikTokdan ayrıla bilmir. Elə bir Xəstəlik. xəstəlikdir. Xəstəlikdir. Bütün balaca uşağı 4 yaşında, 3 yaşında bir uşaq görsən telefon əlində TikTokda. Bunun mən dərdini deyə bilmərəm nədir. Qadir bəy. Fərqana xanım, belə deyək də, elə ki, bu bir bazardır da, hər öz malını satır. Hərənin də öz izləyicisi var orada. Yox, o sənətini satır da, belə deyək, belə vurğulamaq istəyirdim. Hərə öz sənətini satır, hərənin də öz izləyicisi var. Hərə də nə yaxşı var, yaxşını tapır, pis də pisi tapır. Çox maraqlıdır Qadir bəy. Bax bölgələrdə, məclislərdə bax tez-tez olursunuz məclislərimizdə. Daha çox hara maraqlı doğma gəlir sizə? Mən bölgələrə bölmürəm. Belə bir şey deyim də, məndən soruşmayın hara yaxşıdır. Harda yaxşı varsa, ora yaxşıdır. Azərbaycan gözəldir, mən üçün yəni bölgə fərq eləmir. Vətən, vətən olmaz dövlət varıyla. Vətən, vətən olar övladlarıyla. Asta basın o torpağa. Orada şəhid nəfəsi var. Qan qarışmış o palçıqda sönmüş şəhid həvəsi var. Qurban olum, yavaş gəzin. O dağlarda, o daşlarda qara şallı bir ananın dağlar boyda yarası var. Qurban olun, ana torpaq. Bərk qucaqla sən balanı. Güllə dəymiş şəhidimin evdə körpə balası var. Bütöv olmuş vətənimin yarsız qalmış gəlini var. Gecə yarısı yuxusunda ata deyən körpəsi var. Asta deyin, asta gülün, yavaş çalın siqnalları. Bir ananın, bir atanın dağlar boyda naləsi var. Belə də deyək də, kim şeir, musiqi, bayatı duymaz, hədər yaşayıbdır, həyatı duymaz. Sizə təşəkkür edirəm, çox sağ olun. Var olun. Allah Taala hər insana eyni formada, eyni tərzdə bir sənət verə bilməz. Mənim sənətim başqa cürdür, sizin sənətiniz başqa cürdür. Amma sənətində ədəbli olmalısan. Bəli. Sənətinlə bərabər öz ədəbi gözləməlisən. Mədəniyyət, tərbiyə əsasdır. Bəli, insanın ən böyük sərvəti onun ədəbidir. Bəli. Ah sən. Nə köhnəlir, nə itir, nə də xarab olur. Ay maşallah. Ömürlük əbədi olaraq insan üçün qalır. Əgər səhnədə özü idarə edə bilirsənsə, əgər səhnədə öz davranışı görürsənsə, təbii ki, tamaşaçı da səni sevəcək. Sevəcək, bəli. Bugün biz tamaşaçının istəyi ilə məclislərə dəvət alırıq. Bəli. Nəyə görə? Sənətə, ədəbə, tərbiyəyə görə. Bəli, səhnə mədəniyyəti, səhnə Bəli. davranışı çox önəmlidir. Önəmlidir, Çox vacibdir. önəmlidir. Bəli, çox Bəli. önəmlidir. Qadir bəy, Burada Fərqana xanım, Məhəmməd Hadinin bir sözü yadıma düşür. Deyir, elmin, ədəbin, mərifətin varsa buyur gəl, yoxsa bu sənət aləminə olma bir əngəl. Səmimiyyət həyanın içində olanda gözəldir. çox gözəl. Həqiqətən Qadir bəy də bax o insanlardandır. Qabiliyyətli, qanacaqlı, insana yanaşması, danışığı. Yəni Qadir bəy bunu üzünüzə demirəm. Mən kənardan biz hər kəsi, Sərxan bəy, hər kəsi kənardan izləyir. Yəni biz bax Qadir bəydə də o var.
Eşq olsun. Çox sağ olun, təşəkkür edirəm. Qulağımdan getmir səsi. Nə qəşəkdir, xoş nəfəsi. Anam məndən inciməsin, atam üçün darıxmışam. Hamı Allahın quludur. Axan sular durudur. Atam gözümün nurudur, atam üçün darıxmışam. Bilməsəm də, bilsəm də mən, ağlasam da, gülsəm də mən, anamı çox sevsəm də mən, atam üçün darıxmışam. Sərxan bəy, ifa zamanı bax, səhnədə daha çox nəyə diqqət edirsiniz? Texnikaya yoxsa hissə? Birinci hiss olmalıdır. Yaralı yerimiz Sonra texnika olmalıdır. mütləq ki. İkisi də bərabərləşməlidir. Əgər bir səhnədə hərəkət olmayacaqsa danışıqla bərabər, demək hiss yoxdur. Demək texnika yoxdur. Mən ikisini də bərabər görürəm. Səhnədə həm hiss olur, həm texnika olur. Mənim üçün ikisi də eyni bir bərabərlikdir. Bəs çox maraqlıdır, bir qiraətçi üçün alqış, tanınmaq yoxsa toxunmaq? Yəni bir qiraətçi üçün ümumiyyətlə uğur nədir? Bir qiraətçi üçün ən böyük uğur onun xalq tərəfindən sevilməsidir. Tamaşaçı sevgisi. Tamaşaçı sevgisi, bəli. Çox önəmlidir. Tamaşaçı sevgisi varsa mütləq alqış da olacaq, uğur da olacaq, hər bir şey. Sənsiz keçir həyatımın hər anı. Gözlərimin axan yaşı, hardasan? Saya gəlmir həsrətimin qədəri. Ay dilimin bitməz çaşı, hardasan? Bilirsənmi tənhalıqdan üzgünəm? Həm eşqimə, həm andıma düzgünəm. Səndən sonra ürəksizəm, küskünəm. Dərdlərimin tək sirdaşı, hardasan? Məlhəm olsan bir zəkərə yarama. Soyuq yada salıb arama. Gəl bir rəng qat bəxtimdəki qarama. Ay köksümün sinə daşı, hardasan? Yel əsdiksə dəniz kimi şağlayan, gizlin ürəyimi dağlayan, xoş sözümə dilin, ağzın bağlayan, məhəbbətdə özün aşı, hardasan? Özgəsinə meyl salan divanə, könül evin qoyub gedən viranə, barmağımda gəzdirdiyim nişanə, üzüyümün zümrüd qaşı, hardasan? Gözlərimin axan yaşı, hardasan? O məni sən öldürdün. Bu məni sən yarattın. Allah deyiləm ancaq səni anlamaq üçün cəmi 2 adamlıq ayrı bir din yarattım. Sən çiçək istəyəndə baxışımda gül əkdim. Gözümü yaz eylədim. Dilin ağzın yananda qaynar dodağımı sənin üçün buz eylədim. Üşüyəndə közərdim. Dünyana gün yarattım. Mən niyə beləyəm ki? Bir sevirəm sözünə dilim lal oldu amma bir əlvida sözünə bir kitab sən yarattın. Mənim səndən uzaqlarda yamandı halım. Necəsən?
Özgəsinə qismət olan cahu cəlalım, necəsən? Yalana döndü gerçəyim. Ay gözəlim, ay göyçəyim, çəmənim, çölüm, çiçəyim, pətəyim, balım, necəsən? Daşam yolun üstə bitən, nəsirdir anlamaz yetən, gözü könlü dil ötən, dilləri lalım, necəsən? Zərzibam, ləlim, gövhərim, yaqut yəmənsim üzərim, parmaqları bəxtəvərim, başı bəlalım, necəsən? Üzün dönməz mənə sarı, yarı, öz ömründən yarı, İbrahimin istəmkarı, necəsən, zalım, necəsən, necəsən, zalım, necəsən?
Bir məsələ barədə istəyərdim danışım. Bu bölgə söhbətdə düşdü ortalığa. Onunla danışım. 1991-ci ildə ölməz sənətkarımız Səxavət Məmmədov avtomobil qəzasında vəfat eləmişdi. Muğama sənətə böyük eşq olan Göylər kəndində toy keçirilmiş. Sənətkarın Şamaxı şəhərinin. Sənətkarın ölüm xəbərini çıxan kimi toy sahibi xanəndəyə yaxınlaşıb deyib ki, Səxavət Məmmədovun külək mahnısını ifa edin, toyu oynayanda dayandırın. Bax, bu faktlarla belə bir olmuş bir hadisəni sizə danışıram. Hətta orada gitara ifaçısı Sərxan Cənnətov, Müşfiq Cənnətovun atası Əlsab müəllim orada olub. Yəni, fakt o da bilir. Olmuş bir hadisədir. Yəni, bizim Göylər kəndi muğama daha çox dəyər verir, daha çox dinləyir. Gəncləri də, hətta qadınları da çox dəyər verirlər. İnşallah nə vaxt gəlirik ora çəkiliş eləməyə? Elə buradan da çıxıb elə gedə bax, bu bilərik. Sərxan bəy götürürük, Emin bəy götürürük, hə, Spendiyar. Bizim çoxu Şamaxıya gəlir, bəzən deyir ki, yox, burada harası gözəldir, nəmlər. Duymur ki... Kim deyir o sözü? Yox, məsələn də girişinə girir, görürsən, deyir ki, mən onun gözəlliyini bizdə görürəm. Onun gözəlliyini o torpağa ayaq basanda, o Sabirdə görürəm, Nəsimdə görürəm. Mən onun gözəlliyini Xəqanında görürəm, onda görürəm onun gözəlliyini. Hətta çoxlarının da bunun haqqında bilməyi çox gözəl olardı. Qoy bilsinlər, öyrənsinlər, baxsınlar. Siz də buradan çıxan kimi də gedə bilərik. Görürsünüz necə maşallah, bax, ürəklidir. Bir dəfə torpağa toxum səpilir. Bir dəfə saralır, zəmi bir dəfə. Dünyaya gələndə insan nə bilir, bir dəfə sevəcək. Cəmi bir dəfə. İkinci sevgidən etmə gileyi. Atılan ox kimi uçma hədəfə. İnsana dünyanın ən şirin şeyi bir dəfə qismətdir. Cəmi bir dəfə. Ehey, iki başlı məna axtaran. Günün gün ortası gül olma çağa. Bir dəfə səhv edir mina axtaran. Ömründə bir dəfə. Cəmi bir dəfə. Çalış, çaldığını çal sarı simdə. Bu kirbit ömür ki düzülüb səfə. Min dəfə can vermə, gələn ölüm də bir dəfə gələcək. Cəmi bir dəfə, bir dəfə gələcək. Cəmi bir dəfə, bir dəfə. Hər birinizə özlərinin təşəkkürümü bildirirəm, əziz qonaqlarım, gəldiyinizə görə, fikirlərinizi bildirdiyinizə görə. Belə əziz tamaşaçılar, bu biz idik. Mən Fərqanə Gülağa qızı ilə inşallah Allah ömür versə gələn həftənin bu günündə, bu saatında yenə görüşəcəyik. Sağ olun, salamat qalın.